Deməli dostlar, Avropadan həmişəki kimi salamlar. Deməli 3 uşaq. Allah arasında olanlara nəsib eləsin. 4-cü içində yer var dalda. Hələ bir nəfər də otura bilər. 5 nəfər rahat. Yəni 4 uşaq götürmək olar, bir də valideyn. 5 uşaq. Can qurtarandır. Belə kilometrələrlə yol gedirik. Biz problem. Yəni bu əvvəllər arabalarında gəzdirirdi valideynlərimiz bizi. Kənd uşaqları, şəhər uşaqları. Hər kəs bilər. İndi artıq Avropadır. Avropada texnologiya inkişaf elədiyinə görə, irəli getdiyinə görə belə şeylər var yəni. Çox rahat 350 kiloya qədər yük götürür. Mənim avtomobilim də var. 2017-ci ilin fransız Citroen Grand Picasso 7 nəfərlik və fransız sürücülük vəsiqəm də var. Nəysə dostlar, belə mən maşından çox velosipedə üstünlük verirəm. Sözün əsl mənasında velosiped adamı cavan saxlayır. Adam otur gedək. Otur gedək. Otur gedək. Hop. Ali. Deməli belə dostlar, ilk öncə kim çoxdan velosiped sürür, bilər ki, velosiped necə gözəl bir şeydir. Bu velosipedi də alandan sonra bir yarım saat, 1 saat çətin oldu. Ondan sonra insan öyrəşir. 7 skorusludur. Çox rahat, sakit, belə saatlarca evladlarla gəzmək olur. Can qurtaran bir velosiped həm məktəbə, həm öz işimə, bazara, yəni maşına ehtiyac qalmır. Velosiped adamı formada saxlayır həmişə. Yəni velosipedin çox önəmli rolları var. Bədəndə qanın yaxşı dövranı üçün, qarın yağların əriməsi üçün. Ona görə də Avropalılar hamısı arıq-arıqdılar. Bunları böyle saxlayan velosipeddir. Həm də bunlar az yeyirlər burada. Baxın, dostlar. Avropa dağılıb eləmir, yalan söhbətdir. Sadəcə artım yoxdur. Avropalılar uşaq artımı yoxdur. Bu qədər.